Məni izləyən hər kəsə Allahın salamı olsun. Fevral ayı gəldisə, demək ki, çərşənbələrdən, başlayan 4 çərşənbəyə və Novruz bayramına hazırlığa başlaya bilərik. Elə isə bu günləri, bu gözəl yumurtaları necə boyuyuramsa, onun videosunu birlikdə izləyək. Keçək bu gözəlliklərin hazırlanma qaydasına. Bizə dərin qab lazım olacaqdır. İçərisinə 3 stəkan su, 2 xörək qaşığı duz əlavə edib qarışdırıram. Və yuduğum yumurtaları mütləq təmiz yumaq lazımdır. Yuduğum yumurtaları suyun içərisinə qoyub qaynadıram. Suya duz əlavə etdiyimiz üçün yumurtalar nə çatlamaz, nə də qırılmaz. Sudan çıxardıram yumurtaları. Yumurtaların suyunu təmiz qurulayıram salfetka ilə. Qabda gördüyünüz bu soğan qabığı ilə boyanan yumurtaları da hazırlanma qaydası YouTube kanalımda var. Onu soğan qabığı və kişniş şüyütlə bəzəyib boyuyuram. Əlimdə belə bir rezinlər var. Bu rezinləri qaynatdığım yumurtanın üzərinə bu şəkildə doluyuram. Yəni, belə edirəm ki, biz boyayanda yumurtaların naxışı gözəl alınsın. Bizə belə bir rəngli karandaşlar, flomasterlar lazım olacaqdır. Mən bunun içərisindən istədiyim rəngləri seçib götürürəm. Flomasterın, karandaşın rəngi nə qədər çox olsa, bizim hazırladığımız yumurtanın naxışı bir o qədər gözəl alınacaqdır. Mətbəx salfetkasından bir qanat qopardıram. Üzərinə bu flomasterdan ciziklər, əlimdə neçə rəng varsa, onlardan bunun üzərinə ciziklər atıram. Daha sonra belə bir nöqtə işarələri də qoyuram ki, yumurtanın bəzəyi daha gözəl alınsın. Yenidən belə salfetkanın bükürəm və rezinlə bağlayıram. İkincisini də eyni qaydada hazırlayıram və salfetkaya büküb hazırlayıram. İndi isə dərin bir kasa götürürəm. İstər alma sirkəsi, istərsə də üzüm sirkəsi lazım olacaqdır. Dərin kasanın içərisinə tökdüyüm sirkənin içərisinə bu yumurtaları, hazırladığım yumurtaları qoyuram. Burada 5-10 dəqiqə qaldıqdan sonra çıxardıb kənara qoyuram. Tam quruyana qədər saxlayıram. Artıq yumurtalar quruyubdur. Kənarda qoyduğum salfetkalar quruyur. Quruduqdan sonra baxın sökürəm. Necə gözəl naxışlar əmələ gəldiyini görürsünüz. Bu da bir gözəl naxışlı yumurta olur. Mən burada 2 ədəd hazırladım. Siz istədiyiniz qədər hazırlaya bilərsiniz. Yumurtaların daha gözəl görünməsi üçün qabın içərisinə duru yağ əlavə edirəm. Salfetkanı yağa batırıb yumurtaları bu yağla silirəm. Baxın, sildim, daha gözəl parıldadı. Keçək ikinci şəkildə boyadığım yumurtanın hazırlanma qaydasına. İstədiyiniz şam əldə edir, götürürsünüz. Bu şamı bu şəkildə doğrayırsınız. Karandaş qəddiyirsiniz kimi belə qəddiyə bilərsiniz, doğraya bilərsiniz. Bu da soğan qabığıdır. Gördüyünüz o yumurtaları boyadığım soğanın qabığıdır. Saxlamışam. Qoyuram qazın üstünə, təmiz qızır, bərk qızmalıdır, qaynamalıdır ki, suyumuz qaynar olsun. Soğanın suyunu dərin qabın içərisinə, yenə həmin yumurta qaynatdığım qabın içərisinə süzürəm. Suyun içərisinə, burada məndə 5 stəkan su var, soğan suyu var. Onun üzərinə 3 xörək qaşığı uksus əlavə edirəm və qarışdırıram. Kənarda hazırladığım bu şamları tökürəm bu suyun içərisinə. Yenə də qeyd edirəm, su qaynar olmalıdır ki, biz şamı suyun içərisinə tökəndə, qarışdırdıqca şam ərisin. Tez əriməsi üçün su qaynar olmalıdır. Qaynatdığım yumurtanın, qalanını bu suyun içərisinə salıram.
Baxın bu şəkildə yumurtalar da bişibdir. Qorxmayın. Yəni duzlu suda qaynatdığımız üçün yumurta nə qırılmaz, nə də çatlamaz. Qapağını örtürəm və bir gün soyuducuda saxlayıram. Ertəsi gün soyuducudan çıxardıram. Baxın, soyuducuda qaldığı üçün üzərinə belə şamlar donub üzərinə çıxır. Onu götürürəm və yumurtaları suyun içərisindən çıxardıram. Yumurtalar həm qırmızı rəngdə olur, rəng onu tutur, həm də ki gördüyünüz bu şəkildə, gözəl şəkildə belə üzəri dımır-dımır olan bir şəkildə belə bəzəkli bir şəkil alır. Hansı şamı ki biraz töy düşdüyünə görə o bir hissəsi belə görürsüz, şam biraz tam ərimədiyi üçün tam ağ qalıb. Ona görə siz mütləq şamı tam əridin. Bu da bu şəkildə boyaq oldu. Bu da gözəl görünür. Bu yumurtaların da yenə gözəl görünməsi üçün duru yağla üzərini silib götürürəm. Burada isə soğan qabığının içərisinə yenidən yumurtalar yuyub qoymuşam. Bunları da qaynayıb artıq soyub yumurtaları soğan qabığının içərisindən çıxardıram. Mənim ən çox sevdiyim bu soğan qabığı ilə boyanan yumurtalardır. Görün nə qədər gözəl görünür. Bunları suyun içərisindən çıxardıram. Çünki əvvəlcədən qaynatmışam, hardasa 15 dəqiqə qaynatdıqdan sonra kənara qoyuram. Tam soyana qədər soğanın qabığının içərisində, yəni bu suyun içərisində qalır. Boyadığınız yumurtaların rənginin daha belə gözəl görünməsini istəyirsinizsə, soğan qabığının içərisinə həm qırmızı, həm də sarı soğan qabıqları tökün. Onda boyaq daha gözəl alınır. Bu yumurtaları çıxartdıqdan sonra üzərini duru yağla yağlayıram və yağladıqdan sonra salfetka ilə qurulayıram. Daha sonra, yəni üzərində çox yağ qalmasın. Belə bir qızılı kağızlar, yəni belə bir nazik qızılı kağızlar satılır. Onları bu şəkildə götürüb çox nazik kövrək bir qızılı kağızdır. Onu da belə yağladığım yumurtanın üzərinə hər iki tərəfdən bu şəkildə qoyuram. Elə kağızı qoyan kimi həm yağlı olduğuna yumurta həmin dəqiqə yapışır. Əlimizlə eləsək daha rahat olur. Belə gördüyünüz şəkildə daha gözəl. Yəni əlimizlə üzərinə yapışdırsaq daha gözəl yapışır. Baxın, görün nə qədər gözəldir. Qalan yumurtaları da eyni qaydada bu şəkildə bəzəyirəm. Bu bəzəkdə bir başqa bəzəkdir, çox gözəl alınır. Yəni bunları bayram süfrələrinizdə çərşənbənin əvvəlində, birinci çərşənbədən hazırlayın. Axırıncı çərşənbəyə, yəni Novruz bayramına qədər süfrənizdə qalsın. Onda daha gözəl süfrənin bir bəzəyi olur. Bunlar da hazırda götürürəm. Bunlar isə rəngli belə kraskalar var, onlarla rəngləmişəm. İnşallah bir gün bunu da paylaşacağım. Baxın, belə gözəl rəngləyib kənarda qoyuram. İndi təmiz quruyubdur, artıq quruyub. Bunlar tam quruyana qədər, yəni götürmək olmaz. İstəsəz bunu da üzərinə qızılı o kağızdan çəkə bilərsiniz. Ancaq bu şəkildə qalsa daha gözəl olur. Bunların da üzərini duru yağla silirəm ki, həm parlaq görünsün, yəni duru yağla sildikdən sonra daha gözəl parlaq görünür. Görürsünüz, bunlar da nə qədər gözəldir. İnşallah bunların da hazırlanma qaydasını gələn videomda paylaşacağım. Bu da qızılı rəngdə olanıdır. Həm qızılı rəngdə, həm gümüşü rəngdə, həm də belə bir gözəl rəngdə rənglədim. Bunlar da hazırdır. Bunlar da yığıram boyadığım yumurtaların içərisinə. Bu da gümüşü rəngdə olan yumurtadır. Bunları kraska ilə rəngləmişəm. İnşallah bir gün paylaşacağım bunları da.
Artıq boyadığım yumurtalar hazırdır. Yumurta tabağımız hazırdır. İndi isə servis qabımıza yığa bilərik. Belə yumurtaları əsasən, yəni xonça aparan, gəlin üçün xonça aparanda belə bəzəyib xonçanın içərisinə yığanda daha gözəl görünür. Həm bayram süfrələriniz üçün, həm də kim xeyir iş gözləyirsə, o elə bir xonçalar üçün hazırlayıb, yəni yığa bilər. Bu da mənim hazırladığım boyatlı yumurtalar. Sizlər də hazırlayın. Daha sonra öz gözəl yorumlarınızı yazmağı da unutmayın. Bəyənib bəyənməməyinizi yazdığınız yorumlardan biləcəyəm. Sizdən bir xahişim odur ki, əməyə hörmət olaraq bəyəni düyməsini basın və öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Hələlik.